El-Fatiha mə salavat, Allahümme salli ala Muhammedin və ali Muhammed. Əuzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyake na'budu ve iyyake nestaîn. İhdina sıratal müstakîm. Sıratal lezîne en'amte aleyhim gayril mağdubi aleyhim veleddallin. Amin. Assalamu aleykum və rəhmətullahi və bərəkatuh. Gözəl qardaşlarım, can dostlarım, könül dostlarım, izləyənlər, dinləyənlər, bütün insanlıq. Hər birinizi can gönüldən çox, həm də çox sevirəm gözəl qardaşlarım. Nə yaxşı ki varsınız, nə yaxşı ki Rəbbimiz Allah var, onun gözəllikləri var. Hər şey Allahla gözəldir. Allah Taala Quran-Kərimdə buyurur ki, Casiyə 13 Bəqərə 29. Biz yaratdığımız hər şeyi insan üçün yaratdıq buyurur can dostlarım. Bir tək insanı bizə qul olsun deyə yaratdıq buyurur Allah Taala. Zariyat surəsi 56-cı ayətdə biz insanları və cinləri bizə qul olmasından başqa bir şey üçün yaratmadıq. Yaratdıqlarımdan ən şərəflisi insandır buyurur Allah Taala. İnsan Allaha təslim olmaqla mükəlləfdir. Ruhun da, vəccin də, nəfsin də, iradəsin də Allaha təslim eləməklə mükəlləfdir can dostlarım. İlk öncə hər birimiz Allahın huzurunda söz verdik, yeminlər, misaqlar, əhdlər verdik. Kalbəla günü adlanır bu gün. Allah Taala Araf surəsi 175 və Maidə surəsi 7-ci ayətlərdə buyurur. Allahın huzuruna çıxdığımız zaman Allah Taala buyurur ki, Eləstü bi Rabbikum, mən sizin Rəbbiniz deyiləmmi buyurur. Kalbəla dedilər ki, bəli. O zaman demişik ki, bəli Rəbbim, sən bizim Rəbbimizsən, bizi yaradan ilahsan, dedi Allah Taala'ya. Həmin günü Allah Taala buyurur ki, sizi insan olaraq yaradım, yoxsa mələk olaraqmı? Əgər insan olaraq yaratsam, bütün məxluqatlardan üstünsüz, təslim olsanız, təslim olmasanız, heyvandan aşağısız. Araf 179'da buyurur Rəbbimiz. Amma mələk olaraq yaratsam, cüzi iradəniz mənə bağlı olacağı üçün daim məni zikr edib namaz qılıb təsbih edəcəksiniz. Bu səbəblə də daim huzur içində, xoşbəxtlik içində olacaqsınız. Amma insan daha şərəflidir, çünki ən şərəflidir, çünki insana nəfs veririk. Nəfsi islah eləməklə mükəlləfdir və yeganə varlıq insandır ki, insana ruhumuzdan üfləmişik. Bizdən olan özəl bir şeyi, bir gözəlliyi daşımaqdadır insan. Allahın huzurunda insan olmağı seçdik və seçdiyimiz zaman Allah bizdən 3 söz aldı. Ruhumuzu təslim edəcəyimizə dair misaq aldı, vücudumuzu təslim edəcəyimizə dair əhd aldı, nəfsimizi təslim edəcəyimizə dair yemin aldı. Və iradəmizi də ona təslim eləməyimizi istəyir Rəbbimiz. Bu sözləri dediğimiz zaman Allah Taala buyurur ki, sözümü eşittinizmi? Semina ve Atana diyenler sözü eşidib itaat edənlərdir ki, qiyamət günü onların mükafatı olacaq Rəbbimizin qatında. Dünya həyatında da Allah Taala müjdəliyir o şəxsləri. Semina və Asana, eşitdik, üsyan etdik deyənlər isə qiyamət günü Allahın huzurunda küçülənlər, dünyadan da, axirətdən də xoşbəxtliyi yaşaya bilməyən zavallılar oldu buyurur Allah Taala. Allah Taala bizdən söz aldıqdan sonra bizi yer üzərinə göndərir. Yer üzərində 15 yaşına qədər dünya həyatının şərtlərindən tanış eləyir, daha sonra bizi imtihana tabi tutur can dostlarım. 15 yaşından sonra imtihanımız başlayır. Sağ tərəfdə xeyir əməllərimizi yazan Kiramen Katibin mələyi, sol tərəfdə şər əməlimizi yazan Kiramen Katibin mələyi daim əməllərimizi qeyd eləməkdədir və Allah Taala bizi 3 boyutlu çəkilişə tabi tutur. 3 boyutlu hər an həyatımız filmə alınmaqdadır can dostlarım. İmtahan başlayandan sonra insan daim
seçim qarşısında qalır. Allah Taala hər an bir şeylər bizə istiqamət verir və şeytan hər an bizə bir şeylər istiqamət verir. Və Allah bizə cüzi iradə verib ki, o cüzi iradəmizi dövrəyə qoyub seçimi özümüz eləyirik. Ya Allah istiqamətində, ya şeytan istiqamətində, gözəl qardaşlarım. Seçim haqqı özümüzdədir. Hər an imtahandayıq və bu imtahanı dəyərləndirməyimiz səbəbindən ya dərəcət qazanırıq, əgər Allah istiqamətində seçim eləmişsə, ya da dərəcət itiririk, əgər şeytan istiqamətində bir seçim eləyiriksə. Bu dərəcələr səbəbindən Allah Taala bizi seçir. Əgər xeyrə yönəlik bir qəlbin sahibiyiksə, bu yöndə çalışırıqsa, Allah istiqamətində seçimlər ediriksə, Allah bizi seçir. Seçilməyənlər sadəcə transantal meditasyon, yoga, illuminati üzvləri, masonizm kimi elmlərlə, cadu xuddam elmləri ilə məşğul olanlardır ki, Allah onları seçmir. Amma bunlardan arınan, hidayətə mane olmayan bir insanları Allah Taala özünə seçir. Özünə seçdiklərindən hər kəsə dəvəti çatdırır. Dəvət nədir? Allaha qovuşmağı diləmək. Yəni dəvətçi Allaha ruhu qaytarmağı dilə, diləməsən cəhənnəmə, diləsən cənnətə, diləməsən sıxıntı, diləsən xoşbəxtlik yaşayacaqsan deyir. Və bunun Allahın kəsin bir əmri olduğunu ifadə edir. Əgər dəvəti eşidən icabət edərsə, Allaha qovuşmağa diləyir. Gəlin bərabər dəvətə icabət edib Allaha qovuşmağa diləyək, gözəl qardaşlarım. Ey gözəl Allahım, ey yücələr yücəsi Allahım, Mövlam, sahibim, Rəbbim, nə olar mənim də ruhumu ölmədən qabaq sənə qovuşdur. Amin. Allah qəbul eləsin. Bu duanı diləyəndən sonra Allah Taala mənəvi nemətlər, ehsanlar, furqanlarla bizi mükafatlandırır. Daha sonra isə Rəbbimiz bizə rəhim əsması ilə təcəlliyə başlayır, gözümüzdən, qulağımızdan, qəlbimizdən pərdələri qaldırır, qəlbimizə ulaşır, özünə çevirir, nur yolu açır, zikr eləyirik, zikir səbəbindən huşu sahibi oluruq, huşu sahibi olandan sonra Allah Taala haqq dəvətçini bizə göstərir, onun önündə beyət eləyib tövbə alırıq və ruhumuz Allaha doğru yolculuğa çıxır. Daha sonra əmmarə, ləvvamə, mülhümə, mütmainə, raziyə, marziyə, təzkiyə qədəmələrini keçib Allahda fənafillah olur. Bundan sonra ruh təslimini gerçəkləşdirmiş oluruq. Ruh təslimi ilk təslimdir ki, Allah Taala'nın əmri idi. Sonra vücud təslimi gəlir. Sonra biz fənafillah, bəqabillah, zühd, mühsinlər məqamına ucalırıq. Vücudumuzu təslim alırıq Allah Taala. Sonra daimi zikrə ulaşırıq. Bu səbəblə nəfsimizi təslim alır. Daha sonra tövbə-i nasuhdan sonra Allahın vəsini görərək iradəmizi də Allaha təslim edirik, can dostlarım. Bu 4 təslim üzrə Allah bizi yaratdı və təslim olmaqla mükəlləf qılıb, imtahanı keçənlər müjdələ deyir Allah Taala. İmtahanı keçənlərdən olaq, gözəl qardaşlarım, imtahandan kəsilənlərdən olmayaq, Allahla bərabər olaq, Allahsız yaşayan, onunla onsuz ölənlərdən olmayaq. Allahın vədi haqdır. Buyurur ki, qulum mənə can gönüldən qovuşmağı diləsin, mən onu xoşbəxt edərəm, dünya həyatında cənnətlə də axirətdə müjdəliyərəm deyir. Bizi çox sevir gözəl qardaşlarım. Sevdiyi üçün yaratdı. Sevdiyi üçün və üstəlik ən sevdiyi varlıq olaraq yaratdı, can dostlarım. Onu təslim olaq, onu istəyək, onu sevək, onunla bərabər xoşbəxtliyi yaşayaq inşallah Taala. Şeytandan başqa heç kim bizim sıxıntı çəkməyimizi istəmir. Şeytan insana düşməndir, əzəldən əbədə. İlk insan Adəm peyğəmbərlərdən bəri bütün insanlığa vəsvəsə verib sağdan, soldan, öndən, arxadan onları azdırmağa çalışmaqdadır. Biz Allahla bərabər olaq, Allaha təslim olaq. Sizi qəlbimdən çox sevirəm. Allah həm dünyada, həm axirətdə bəxtəvəriş nəsib eləsin. Əl-Fatihə, məs-salavat, Allahümmə sələm. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu.